Ümumiyyətlə, cinayətkarlar, həbsxana həyatı yaşamış insanların cəmiyyətimizə yenidən adaptasiya olması üçün mütləqli şəkildə psixoloq görüşü alması vacibdir. Nəyə görə? Reabilitasiya mərkəzlərinə yerləşdirilməlidir. Çünki düşünün ki, bir insan dörd divar arasında qalır və onun əhatəsi ancaq özü tipdə adamlardır. Bu söz xətrinizə dəyməsin özü tipdə. Hər insan heç nədən sığortalanmıyor. Sadəcə bir mövzu olur ki, yəni sən o tipdə adamlarla oturub durursan. Bir şey var ki, sən psixoloq görüşü ona görə almalısan ki, yenidən həyata, işə, başqalarına qarşı davranışa. Çünki bir səhv ikinci dəfə təkrar olunmağa məhkumdur. Bir səhv etmisənsə, artıq ikinci dəfə insan beynində belə bir fikir var. İslanmışın yağışdan nə qorxusu. Ona görə də mütləqli şəkildə psixoloq görüşü alınmalıdır. Psixoloqları çox yerlərə buraxmırlar. Mütləqli şəkildə gərək 100 dənə icazədən sonra sən ya məktəbdə seminar keçəsən və yaxud da reabilitasiya mərkəzlərində müxtəlif seminarlar keçəsən, istər həbsxanalarda. Yəni bizlərə çox icazə yoxdur. Mən təklif edərdim ki, bu cür icazələri bizim kimi insanlara daha çox versinlər. Yəni müğənniləri gətirib ora konsert verməkdənsə, ondan sonra psixoloqları ora aparıb insanlara daha yaxşı şeylər təbliğ etmək olar.